Kızlar, hello. Bu da yeni köynəyim. Bu da Temudandır. Qiymətləri bunların çox münasib. Mən də güclük bunları. Xoşuma gəldi. Heç nə biləm. Yanıma çay. Biraz da şokolad koymuşam. Niyə görə? Onsuz şokoladın son dönəmləri deyənəm. Deyirəm qoyum da nə olacaq. Başa gələn tikilir. İstəyirəm. Kollagenin belə kuşonu var məndə. Biraz o kuşondan alnımızı tale yollarımızı qüsursuzlaşdıraq. Burada qızlar mənim alnımda sivilcə çıxıb, çox pis çıxıb. Biraz hələ solub dünəndən. Pati. Manda düşüb dilimə. İnşallah çox ağartmış onları. Buranı biraz yalandan qızartısını götürdüm. Sepimi də, mamaçkamın aldığı sepi də belə dizləşdirim. Çox qəşəngdir. Neyniyək? Yüngül makyaj eləmək istəyirəm. Çıxmaq istəyirik. Qardaşım deyir ki, satranç sürəm. Mağazalara gedək biraz. Tamam belə. Deməyəm. Hə, yaxşı elə ölmürdüm çıxmaq üçün. Çekiyoruz. Hop, çayımı içeyim. Mesajlarınızı oxuyuram. Bu arada izləyicilər açıyor. Təşəkkür edirəm. Qızlar, o aldığım sırğa Temudan dünən. Sırğa qulağımda da o heç bilinmirdi. Amma prostit o dəqiqə qaraldı, rəngi getdi. Belə alıb məmnun olduğunuz varsa, deyirsiniz, heç olmasa artikulunu bilirsinizsə, yazarsınız mənə. Görüm, yəni almışsınız, qaralma falan yoxdur da. Bir də saat istəyirəm əslində Temudan. Bir saat var. Bura şəklini qoyacam yadıma üstə. Qoyacam. O saatdan istəyirəm. Baxıram. Burada baxıram. Bağlama tərzi xoşuma gəlmir. Çətindir bağlama tərzi mənə görə. Qızlar, neçə cür göz paleti olub, ancaq qəhvəyi tonları istifadə edirəm mən. O saatdan istəyirəm. Ümumiyyətlə, aksesuar almışsınız, artikularını yazarsınız, baxaram. Görüm necədir. Marağım nə almışsınız? Məsələn, almışsınız qiymətinə görə yaxşı çıxıb. Yazarsınız, bəlkə mən də sifariş verirəm. Bu koftanı da bölüşəcəm sizdən. Qiyməti çox münasibdir, böyük bədəndə var ölçülərdir. Mən 8 manat aldım, yoxsa 9 manata nəsə belə bir şey aldım koftanı. Çox yaxşıdır görüntüsünə görə. Hələ bir dənə qırmızısını almışam. Onu saxlayacağım, biraz da zayıflayayım. Gələn ay mamamın ad günüdür. İnşallah bir aya gözəl nəticə görmək istəyirəm özümdə. Mama ad gününə kimi 24 günə super puper nəticələr istəyirəm özümdə. Tam qaz başlayacağım. Qaşıq, heç vaxt itirmədən. İnanıram da çox qəşəng olacaq. Ayda, yansız izləyicimin burada şey var, sifarişi. Dünən mama gilə verməyi unuttum. Unuttum. Yoldaşım qızlar xidməti ilə bağlı Bolqaristana getmişdi keçən yay. Onda belə Petrovka, uşaqlara da kurtka, uşaqların balotu kurtkaları var ha. Onları da o gətirmişdi. Çıxmışdım çölə cinsdən, gördüm yağış yağır, gəldim dəyişdim. 1000 dənə sumka olsa da təkrar götürdüyüm bu sumka Kəbrə xalagildə satılır bu biləcərdə. Oradan götürmüşəm. Bu materialda sumkalar çox dözümlüdür, yaxşıdır. Çıxaq. Yağış. Uşağın skuteri qalmışdı çöldə qonşuma. Qonşuma dedim versin, heyfdir paslaşmasın. Avtovağzalın birinci çıxışı oradadır. Girişi daha doğrusu oradan gəlib belə mola. Sizə göstərəcəm buraları. Avtovağzaldakı Grand Meymi qızlar çox böyük ərazini əhatə edir. Ayda buna bax, bu material görünə qəşəngdir qızlar. Qiyməti neçədir?
8 manat 95 qəpik. Görək ölçüsü neçədir. S'lər. Kahrolası. Bunlar Yugi idi də, yəni nə qədər istəyirsən Yugi bunları. Bunlar qəşəngdir. Peyk balacadır. Nəysə. Gündəlik geyinməyə yaxşıdır. Gedək görə nə var nə yox. Gedim birinci ayaqqabıdan başlayayım. Ayaqqabı qışda yaxşı idi qızlar. Mənim kimi böyük razmer geyinən xanımlar üçün. Yəni deyim ki, əla idi. Mənim ayağım birisi böyüdür. 41-42-dir də. Ona görə buradan qış ayaqqabıları çox aldım. Ayaqqabıları bir o qədər bəyənə bilmirəm. Nə yalan deyim. Məsələn, buradan ən çox runner almışam. Runnerlərimin çoxunu buradan almışam. Qiymətləri münasibdir. Qəşəng də görüntüsü var. Çox almışam buradan. Məsələn, incə zərif runnerlərimin çoxu Memidəndir. Mən izləyicilərim, xanımların demək olar ki, 70-80% yazıblar ki, biz də buradan almışıq. Qəşəngdir bunlar. Qəşəngdir bu da. Bu da qəşəngdir baxın. Payızda sərməyə qəşəngdir. Bu da maraqlıdır. Pink də qəşəngdir. Pinki də bəyəndim. Görək neçədir. 4 manat 50 qəpik. Bilmirəm, bu tonu götürüm. Yoxsa məndə üstü ağdır. Yoxsa bu tonun baz götürmüşdüm. Bacımın xoşuna gəldi, verdim ona. 4.50-yə. Birinci gəldi bunlar 15 manat idi bu da. Yoxsa bu tonunu götürüm. Bilmirəm, baxam hələ. Şəş sarıdır. Arqansalar oxşuyur vaxtım. Burada qəşəng süfrələr də var. Materialları gözəldir. Məsələn, bu özü qəşəngdir. Neçə idi bu? Axırıncı səfər bunu 7 manata görmüşdüm deyəsən. Nə belə süfrədir. Sonra baxalım. Bunda materialı gözəldir. Bunun qiymətləri harda edə bilməmişdir. Hə, bu 7 manatdır baxın. Materialı gözəl süfrədir. Beş rəngdə. Ay, gəldim, qorxma. Biri balaca var, balaca bir şeylər. Bunlar neçədir? 1.35. Məsələn, belə bala mini şeylər 1.33. Nə bilim belə. Salfetlər. Burada çox şey var. Belə yastıq üzləridir. Cütləşdirmək olmur. Çox tək olurdu, yəni. Baxmıram, baxın belə. Suplalardır bunlarda. Yemək servisləri. Acallar. Gəlinlik belə var bu mümdə. Bu da deyəsən süfrədir. Bunlar da süfrədir. Yox, pərdədir bunlar. Qəşəng pərdələr var. Məsələn, kuxnaya falan yaxşıdır. Çaldım. Çoxludur bunlar. Belə. Yorğanlar da var burada. Buraya yaxşıdır. Qəşəng, oh mis. Yox, burada dur, əgər verəcəksiniz, orada yerdə. Nasıl? Partide gel. Çok mantıksız.
saat mola gedir. Mən mola demişdim. İndi mola gəldim. Bir sözümdən bir sözüm bir-birini tutmur. Gedək. Ay. Uçdu saçlarım. Donutlara bak hele. Ah. Yoldaşım ona girmişken mən də girim. Bir rafa baxım dedim. Şöyle ne var ne yok. Aslında bir şey var, onu axtarıram qızlar. O da ki, ancaq deyəsən Bakı Book Center'da olur. Buralarda yoxdur. Səhv eşidən xanımlardan birində görmüşdüm qəşəng detallar. Amma bu arada birisi də mən Əlfəcrin xəstəsiyəm də. Yoldaşım Ramiz Ustada nədirsə oradan bir şeylər seçdi. Amma mən belə yerlərdə ancaq KFC yemək istəyirəm. Deyirəm, diyetimi də son dəqiqələridir. Az qalıb sabahdan. Yox, birisi gündən başlayırıq. Dedim elə son olaraq da KFC ilə yekunlaşdırıb doydurum gözümü. Belə gözümə də sürtdüm. Konumuzda idi, baxırdıq. Bunların cinsi də yatır. Belə elə xoşum gəlir, üst geyimindən, bax belə. De belə. Oyun, bitsey. Cinsdir. Sən cinsin ana gildəydi də. Baxıram orada necə balaca deyilir. Heç adama qəribə gəlir ki, bir vaxtlar onu geyinmişik. Esiyə baxaq. Esiyə. Qızlar, gəlmişik Nərimanova. Bu səfər də Gənclikdə heç sən tapmayıb. Gəlmişik Nərimanova. Nərimanovda 100 zarf stilin içərisindən meyvə var. Ora qalxırıq ki, orada baxaq elə belə. Sonra yanındakı sayını yaxud. Uca heç də almayacağımızı bildik. Çünki tapa bildik nəsə maraqlı bir şey. Baxın görün buralarda nə var. Buradakı meyvə də böyükdür. Böyük ərazini əhatə edir. Səyahətimiz çox qısa çəkdi. Çünki bu oğlan qoymadı mən gəzim burada. Dedi, burada yaxşı şeylər yoxdur. Qoymadı eşim. Neysə. Gəldik, yatdıq. Adnadır. İndi çıxmışıq həyat yönünə qəşəng burada. Sən demə. Papatyalar varmış. Papatya. Qızlar, axşamımız xeyir olsun. Qoy qapını bağlayım, bir rahat danışım. Uşaqlar yatdı. Daha doğrusu yoldaşım aparıb yatsıdırmağa. Belə bir, bunu qaynanan bu evə köçəndə almışdı hədiyyə üçlü. Belə bir qab vardı, onu çıxartdım. Güllərin yarısını belə poz ayırmışam bura. Sonra bu mənim cehizlik bohema. Bohema deyirlər, nə deyirlər, o güldanımdır, ağır. Onu gətirdim bura, qoydum. Özümə baxıram bu arada. Hərdən belə baxıram, çox şeyləri sonra görəm. Bura biraz su töküldü güldən. Bu nədir? Bura Əsmin hər yer legosudur. Belə qoymuşam ki, atapiyinə işləyir, qurusun. Buranı səliqəyə saldım. Uşaqlar yemək falan yeyib, çox göy post falan çəkəcəydim. Gəldim gün orta elə yatdım. Yuxudan ölürdüm, üstüzə sağlıq. Yatdım, dincəldim. Bura belə səliqəli olduğum əsas. Yeri açmışam, istəyirəm. Sizə belə göstəreyim. Gülləri də bura qoydum. Bir gülü də belə. Hər otaqda gül var olmuşum bugün. Bir-iki paltarlar falan var. Onları indi qatlayıram. Qoymuşam ora hamısını qatlayıb yerləşdirəcəm. Və burada da hədiyyələrimdir. Qızların aldığı hədiyyələr falan. Burada gətirib belə gül qoymuşam. Qızlar onları ayırdım, elədim. Bunu söktüm. Konfeti falan hamısını ayırdım. Bu işlərlə məşğulam bayaqdan. Salam qızlar, hər vaxtınız xeyir olsun. İkinci günü çəkirəm. İstəyirəm bir yerdə ilə paylaşaram. Deməli, bu gün biraz gec durmuşam. Durdum, hazırlaşdım belə. İstəyirəm gedək. Uşaqlara aparırıq Yasamalda yerləşən Zefir Mola. Getsinlər, biraz oynasınlar. Əslində çoxdan istəyir Zefir Mola getmək. Dedim elə indi aparaq. Yaşayın. Çünki sabah artıq yoldaşım yola salacaq. Yoldaşım gedəcək. Allah hər kəsin yolunu açıq eləsin.
Elə o getməmiş qoy uşaqlar əylənsinlər orada. Gedək. Biləm, heç nə hazırlaşdım. Mən hazır. Çıxım, uşaqları da geyindirmişəm. Sizə də zefir molu biraz çəkərəm. Bəlkə kimlərsə bilmir. Uşaqları aparmaq üçün yaxşı yerdir. Anlamak istemiyorum sakızı. Ablası 2 tane. Ana çok da. Tamam, bak geçmiş. Ana bura haradır? Bura Yasamal. Hə? Yasamal. Yasamal? Ha. Bəs qabaqdakı. Yasamala gelip Yasamalda zefir mola gelirdik de olmaz. Ana polis gözlüyor. Ana bak qabaqda tutulmaz olmaz. Bak bir de polis görüyor ya. Ha, görer polis. Geldik kızlar zefir mola. Yasamalda yerləşir zefir mol. Uşaqlara çoxdan gəlmirik. Axırıncı səfər deyəsən Abbasın ad gündə gələnik. Hə, ondan sonra gəlməmişik. Yanvardan gəlməmişik. Hə. Yo. Axırıncı səfər Abbasın ad gündə gəlmişik. Yanvarda, fevral, mart, aprel. Buranı sevirlər. Aparam elə belə. Gəl. İçərisində LC Waikiki var qızlar. Sonra səhv bilmirəmsə pizza mizza idi. Hə, pizza mizza. MTZ burger, Mıds burger də deyirlər. Ha? Sonra Ali və Nemo kitab mağazası var. Sonra nə? KFC var. Ən sevdiyim KFC-nin olmağı. Böyle. KFC də içindədir. Buradan olub ki, çox vaxt elə uşaqları qoyandan sonra yaxşı demək. Bir uşaq 15 manatdır limitsiz, ikinci uşaq 12 manatdır deyəsən. 2 uşağa 27 ödəyirik. Demək 2 yaşdan deyəsən yuxarıdır. Gəl bu yana girək sonra. Bura. Nə istəyirsən? Qum istəyirsən? Yaxşı, sən qum. Quma yaşın düşmür axı. Gəl. Belə bir dekorasiyası var. Burada şkaflar var. Şkaflara qoyursunuz. Oyun zonasını göstərmək istəyirəm sizə. Sağ olun. Belə geniş bir, özü təmizliyə çox diqqət edirlər. Çox təmiz bir yerdir. Baxın belə. Uşaqlar sürüşür. O tərəfdə oturacaqda da oyun yerlər var ki, hansı ki uşaqlar oynayırlar. Nəsə belə də Montessori oyunlar falan. Hansı uşaq oluyor? Belə bir yerdir. Bizimkilər çox sevirlər buranı. Adları da ayrıca qolbaqlarına yazılır, yapışdırılır. Belə oynayırlar. Bonus kartları da var ki, qızlar 10 gəlişdi. Demək birinci gəliş, 5-ci gəlişdə meyvə şirəsi, 10-cu gəlişdə isə pulsuz uşaqlar daxil olurlar içəri. Məncə superdir, super bir şeydir. Esin içərisinə gəldim. Baxıram buram, görürəm nə yox. Buradan hər dəfə gələndə elə olur ki, nəsə ala bilirəm. Qiymətləri münasibdir. Çeşid də digər elçilərdən ödəm daha qəşəngdir. Yaydı onlar gəl, materiallar gözlərdə bunların. Ding ding. Belə. Gözlüğünü onu göstərim. Reaksiyasına baxın. Bax. Görsə dəli olacaq.
Elmar. Elmar. Eli. Eliş. Elmar. Ne oldu? Al. Giymek ister misin? Hayır, kapasal olmalıdır. Bu 5. olacak. Gel görün bura gör. Başladım yine Galatasaray. Dediğimiz size mutlu olacak. Öyle mutlu oldu. Burada fener de var. Fener. O da var tabii. Niye? Götür şeyi, nədir, ağlama videosu çəkərik. Bana ağlama. Deyirəm mən çox açıq deyil. Hı? Deyirəm mən çox açıq deyil. Bu səslər belə gözləmə yeridir. İstədiyiniz yeməyi də yeyə bilərsiniz, boş gözləmək də olar. Bu şeydir, burada yaxşıdır, maraq oldu. Gəl bu da yarım. Əzizimi götür, əzizim. Gəl. Burada birinci mərtəbəsində də qıza bravo var. Qalxacaq oyanda da deyirsən. Manatın gücü olub deyəsən burada. Hadi burada. Sağlam görsən bir şey. Tamam iyi mi bu? Saat Yok. Öyle Bilmiyorum ama. Olur. Ama buttu. Yok. Olur bu da. Bu sesler. Ha, basalım. Bir tatlı vermişti. Antes su seviyor. Üç. Bunlara belə alanda çatdıra bilmirik. Yəni aşağıdan plastik stəkandan kola aldım uşaqlara. Bu nəsə siqnallama, qırmızı yanlış. Yok. Mesela sonra Abbas'ın altında aldık da burada. Bir anda bir şey zaten. Bir de doyandık yersen yine aldık. Seviyor. Ne? Market pizzası KFC'nin şeyləri yaxşıdır, amma McDonald's-ın burgerləri də şey. Haydi. McDonald's qanunlu burgerdir. KFC'nin burgerlərinin içində ancaq deyil, bu nugget şey qoyurlar da, stilç qoyurlar. Gözünü də atıb. Kızlar pizza mizada 2 pizza alana 1 pizza hədiyədir. Görməmiş kimi 3 dənə almışam. Haydi Sezar pizzanı çok beğeniyorum. Orada oğluyum. Bir dəfəlik boya düşür. Kızlar qaynanam gəlib, baxın. Oğluşuna, Naxçıvana şirniyyatlar pişirib qəşəng. Bir qazan doğru eləyib, bir qazan da doğma pişirib qəşəng gətirib. O günləri mamam istəmişdi, deyir bacının doğulması xoşuma gəlir. O deyir ki, indi onlar da gələcək. Onun üçün hazırlayıb. Bəh. Baxın, buradan bir dənə ayaq doğrayım.
Qızlar, qəşəng qarpız gətiriblər. Doğrayırlar. Ben de seviyorum. Uşaqlar. Ağzımı tut öskürəndə. Buna beğendi bir. Gömən düzdür değil mi? Allah'a da bir. Allah gel kapın. Boy. Gəldi, maşinik gəlir çürü. Ha kapız. Yemeği belədir. Nədir bu? Kapız. Oo, cesaret. Kəsməz. Abbas. O da ver, o boş qabı da ver haydi. Olsun. Aa, sen. Buna bak. Yap. Yavaş. Yap. Ay Allah, şey düşmədi. Yavaş açma. Hiç tutuşmadı. Ben de az benim saklı. Ha bildim de o da gidiyor. Sən yiyisən. Ama bize böyle versen. Mazgisin xarab elədiniz, Allah haqqı qızım. Gülüm. Qızlar, qonşum qabımı boş qaytarmayıb, qəşəng. Islaq kek göndərib. Buna baxın, yeyirlər. Dadlıdır. Nuş olsun. Gəlmişəm meyvə tərəvəz almağa qızlar. Göy bugün istirdim üçün. Postu yekunlaşdırım. Bugün yoldaşım gedəcəkdi, yəni yolcu eləyəcəyik bugün. Başım qarışıb, düzəməlli, heç nə çəkməmişəm ki, vloqa əlavə edeyim. Baxın, düşüb 6-8 manata, 4.70-ə də çiyələkdir. Sonra nə var, limon aldım. Mən bugün diyetlərim ilk günü deyənə çox ciddi şəkildə başlamışam. Baxın, təzə kələm, ondan da qəşəng salatlar olur, 1.30-da. Alma, gəldim bir iki şey götürüm. Görməyirəm. Hər vaxtınız xeyir olsun qızlar. Əslində vlogu başqa cür sonlandırmaq istəyirdim, amma yoldaşım getdi. Bilirsiniz ki, qayıtmalı idi. Ezamiyyətə ad günümə görə gəlmişdim. İnanın, dünən bir şeylər çəkə bilmədim. Elə, nə bilim, gedir deyənə istərsiniz, adam məyus olur da, hər dəfəsində uşaqlara görə falan. Axşam da o gedəndən sonra yola saldıq. Raisim həyətdə idi, oynadı, elədi. Gələndən sonra evə yenə biraz pis oldu. Gecəni ağlayıb, atası üçün atamı istəyirəm deyib, ağlayıb nə qədər, inansız saat neçəyə kimi yata bilməmişəm. Biraz çətindir də, uşaq artıq başa düşür deyənə. Deyərsiniz, niyə getmirsən ora? Bəzi o qədər belə qızlar, bəzi şeylər varsa tam açıb deyə bilmir də. Bu barədə maddi çətinliklər, bəzi problemlərimiz olduğu üçün biz ora gedə bilmirik. O da bura hələ ki gələ bilmir. Nə bilim, qismət inşallah Allah bir yol açar tezliklə. Çünki həqiqətən çətin bir perioddur ailəsi olaraq bizim üçün, əsas da uşaqlar üçün. Yəni böyük elədir ki, mən eləyəm ki, bütün gün işimi, gücümü görürəm. O özü işə gedir. Çətin olsa da, yəni işdə oluruq da, başımız qarışır, amma uşaqlar hər an çətin bir proses başlayır da uşaqlar üçün o gedəndə həmişə. Özəlliklə Rasim elədi ki, biraz hisslərin içində yaşayan uşaqda çox vaxt belə bildirmir. Məsəl üçün burada olanda atasıyla bütün gün didişir də. Amma gedən kimi ağlayır arxasınca. Bundan sonra ikinci səfərdir. Bugün axşam vaxtı çox pis oldum. Yəni nə qədər axırı mən özüm ağlamaq məni tutub. Mən ağlamışam. Mən ağlayandan sonra o dayanıb. Dayandı uşaq belənsinə. Bir təhər başını qatmışam, nəm telefonla falan baxmışıq, biraz oynayıb. Qardaşı yatdı, o yatmadı. Saat nasıl saat 2-yə kimi, 1-ə kimi uşaq əziyyət çəkib. Nə bilim, Allah özü bir yol açsın inşallah. Hərbiçi ailəsi olmaq hər dəfə deyirəm, çox çətindir. Getdikcə daha da çətinləşir bizim üçün. İnşallah hər şey yaxşı olar. Bu çətinliyimizi Allah görür. Mən inanıram ki, mükafatlandıracaq bizi mütləq. Belə qızlar, başqa da ki, pəhrizimə davam edirəm. Artıq ayın 1-dən, yəni dünənki gündən qətiyyən şəkər, un məmulatları, çörək də mayasız çörək istifadə edirəm. Çovdar unundan hazırlanmış çörək. Bir dilim. Dünəndən bu günə 2 dilim cəmi çörək yemişəm. Şəkər istifadə eləmirəm, bol su içirəm. Bugün yürüyüşümü də tamamlamışam. Belə də aralıqlı oruc öğün bəsləyirəm. 97 kilo 800 ilə başlamışam. Bugün ikinci gündür. İnşallah ayın 7-si çəkib günümdür. Vlogda mütləq bu yerlərində çalışacağım. Qidalandıqca sizin üçün çəkəm. Yəqin sabahdan yeni vlog üçün start götürərəm. Sabah artıq menyumu, nələr istifadə edirəm, nə edirəm, bu barədə də sizə məlumat verəcəm. İnşallah. Belə çalışdığım qədər oradan buradan yoldaşım burada olduğu etaplardan vloqa əlavə eləmişəm. Son olaraq da istədim belə bir şey deyim ki, videonun sonu boş qalmasın da. Belə maraqlı suallarınızdan verərsiniz. Bir şeylər istəyərkən
maraqlandıran suallara da təbii ki videonun aşağı qismindən sual verin. Mən gələn videolarda inşallah cavablandıraram və yaxud da elə orada cavablandıraram. Bu qədər qızlar, biraz istəməzdim belə sonlandırım, amma istəyirəm yəni məlumat verim. Gəlməyə haqqında paylaşmışdım bir şeylər. Belə də istədim ki, getməyə haqqında məlumat verim. Allah vətənin keşiyində duran bütün oğulları, igid oğulları, ailəsinin, evinin qədrini bilən bütün kişiləri qorusun, bütün oğulları qorusun, hərbi xidmətdə olan övladların hər birini qorusun, bizimkilər də onların içərisində. Özünüzə yaxşı baxın, gələn vloqlara qədər.